Yaman çirkli de bu pencere. Evet. Bu nedir? Allah'ım bu nedir? Kandı bu. Alo. Camal hardasan sen? İşte İşim var. İşim var seninle. Gəlirəm danışmalıyıq biz. oğlu bakı dilin görü. Gəlirəm danışmalıyıq. Telefon söhbəti deyil. Yaxşı gel. Oksijen iş yerinin yanında parklar var. Şunlara gel. Yaxşı, gəlirəm. Ah, yenə cavab vermə telefonuna. Yəqin arvadının yanındadır. Sən Camal deyilsən. Sən kimsən deyirəm sənə? Bezdirdin sən məni laf. Hə, mən Camal deyiləm. Mən Kamalam, başa düşdün? Camalı öldürmüşəm, onun yerinə keçmişəm. Nə? Nə dedin sən? Qisas almaq vaxtı İskəndərdən. Mənə yaşatdığı həyatı ona yaşatmalıyıq. Eşitdiniz məni? Düz 15 il həyatım oldu mənim. Öz üçün həyat qurdu. Şərait qurdu. Ona ait nə varsa hamısı mənim olmalıdır. Hamısı. Ay Kemal, bəlkə deyəsən nə olduğunu. Ya, nə olacaq bundan artıq? Hər şey ortaya çıxdı. Necə yəni hər şey ortaya çıxdı? Başa düşmədim. Nə, başa düşmədin. Nərmin öyrəndi hər şeyi. Camal olmadığımı öyrəndi. Hər şeyi dedim ona. Dedim ki, Camalı öldürmüşəm, onun yerinə keçmişəm, onun ikiz qardaşıyım. O da hər şeyi öyrəndi, çıxdı getdi. Zəng elə. Telefonumu açar o səncə? Sən zəng elə də, açar, zəng elə. Yaxşı, o zəng eləyək ki, açacaq telefonu. Çağırır. Alo. Ne?
Salam ana. Salam oğlum. Ana, ağlamısan sən? Nə olub? Sən keç içəri, əynini dəyiş, gəl yeməkini ye. Yaxşı ana. Aç da bu telefonu. Hardasan ay Camal? Bütün işlər tökülüb qalıb yoxa çıxıb bu da. Belə şey olar. Zəngə cavab ver də. Ayaqdan nə qədər zəng edirəm. Cavab ver Camal, hardasan? Biz də işimizi bilək də. Zəngə cavab ver də. Deyirəm bəlkə evlərinə gedin. Yəqin evdə olar. Yox Qoy biraz da keçsin. Zəng vuraram. Cavab verməsə ondan sonra gedər. Nə biləm, nə işdir bu? Neyini bildin? Adam toplayabildin? 30 nəfərə yaxın adam topladım. Hamısı sizin əmrinizi gözləyir. Çox gözəl. Yaxşı, hazırlaşın. Gedirik İskəndərin məkanlarını başına yıxmağa. Məncə bu heç bir yaxşı fikir deyil. Nə? Nə dedin sən? Bir də görüm. Dedim ki, heç bir yaxşı fikir deyil bu. Yaxşı fikir olmayan nədir? Ha? Siz onun məkanlarını dağıdaraq ondan qısas ala bilməyəcəksiniz. Mənim bir fikrim var. İcazə versəydiniz, deyərdim onu sizə. Nədir sənin fikrin? Mənim fikrim İskəndərin oğlunu qaçırmaq. Ağıl dəryası. Halal olsun. Ağıl dəryası da. Bura baxın. Onun dediyi kimi eləyirik. İskəndərin oğlunu paket edib gətirirsiniz. Oldu. Oldu. Əgər belə davam eləyəcəksə, bunu başqa yerə göndərin, Orxan. Alo, Alo, salam aleyküm. salam bacı. Necəsən? Belə də yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam, sağ ol aleyküm. Bu qızı niyə belə incidirsən? Bacı, sən bizim bu söhbətləri hardan bilirsən? Hardan biləcəm ki, Layla danışdı mənə? Necə yəni? Layla səninlə danışıb? Sənin yanındadır? Hə, mənim yanımdadır, bizdədir. Mən də sənə zəng vurdum ki, narahat qalmayasan. Yaxşı bacı. Mən durum hazırlaşım, gəlirəm sizə. Yaxşı, gəl, gözləyirəm.
Yoldaşım necədir? Görə bilərəm onu. Çox pis bir qəza keçirib. Amma bilmirəm necə deyim bunu sizə. Həkim, Hər şey hazırlıqlı olmaq lazımdır. Üzü çox pis gündədir. Təcil əməliyyat eləmək lazımdır üzünü. Alo, Alo, İskəndər. düz 15 il keçdi. Özün üçün yaxşı həyat qurmusan ha. Başa düşmədim. Sən kimsən mənə belə danışdın? Səsimdən tanımadın. Mən nə bilim sən kimsən? Hardan tanıyım? Tanımazsan da Düz 15 il. öz şərikini atdırdın içəri. Zöhrə, Hə, Zöhrab. bəs sən içəridə deyildin? Nə vaxt çıxmısan? Bəsdir də İskəndər, bu uşaq söhbətlərini elədin. Hə, uşaq demişkən, oğlun mənim yanımdadır. Nə? Nə dedin? Deyirəm, oğlun mənim yanımdadır. Narahat olma. Zöhrə, deyirəm sənə, oğlumun başından bir tükəksi olsa, dünyanı başına çevirirəm sənin. Bildin? Oğlunu istəyirsənsə, sağ-salamat evə qayıtsın. Onda tək gəlirsən yanıma. Yanında heç kim olmasın ha. Bu, ikimizin arasında olan söhbətdir. Zöhrəb, gələcəm, özü də tək gələcəm sənin yanına. Sən peşləsin. Ata! Ata ben bunlardan çok... Bəs bu qədər da ailə dram səhnəsinə baxdıq. Deyirəm, daha da biraz həyəcanlı eləyik. Məndən xəbər gözlə. Nə oldu Kamal? Nə deyir həkimlər? Nərmin sağdır? Sağ olmağına sağdır Nərmin, amma Bilirsən də, Nərmin ayılsa hər şeyin sonudur. bilirəm. Sən çalış elə yine ki, onda o ayılmasan. Neyniyim? Gedim öldürüm onu da. Yeri gəlsə, onu da eləməlisən. Necə yəni? Kamal, özünə gəl. Nərmin ayıldığı zaman sənin sonundur. Uşaqlar var arada.
Uşaqları atasız buraxdım. İndi də deyirsən, anasız qalsınlar. Onların ən azından ataları var. Daha doğrusu atalarının olduğunu səni bilirlər. Ha, sən Kamalın dostu deyilsən, hə? Rəhmətli Kamal deyirsən? Nə rəhmətli? Başa düşmürəm, Kamal ölüb ki? Ölməyib, öldürüblər Kamalı. Nə pis oldu? Başa düşmədim. Yəni dediyinə görə dəqiq ölüb də Kamal. Necə yəni? Yəni nətər necə yəni? Yəni dəqiq ölübdür da, yoxsa bu borcuna, xərcinə görə özünü ölü kimi ortaya çıxardır? Mən sizi tanımıram. Sizə yalan borcum yoxdur. Qaldı ki, belə bir söhbətə niyə yalan danışım ki? Yaxşı. Tək ki, sən deyən olsun. Ölübsə də bəxti verib. Nəsə olub, Fərhad? Harasa gelirsiniz? Hə, uşaqları gəzməyə aparıram. Nə olub ki? Fərhad, nəsə olub? Sən atamın yanında olmalıydın. Burada nə gəzirsən sən? İskəndər bəyin şəxsi bir işi çıxıb, onunla bağlı bir yer var, ora gedib. Məni də bura göndərdi. Yaxşı edib. Biz getdik onda. Sağ ol. Bugün evdən çıxmayın, xahiş edirəm. İskəndər bəy dedi ki, bugün evdə qalsınlar. İşlə bağlı problem var. Ona görə bugün evdə qalmalısınız. Fərhad, bəlkə nə olduğunu deyəsən mənə?
Ana, Ay canım. biz niyə getmədik gəzməyə? Axı mənim ev ürəyim çox sıxılır. Özün də bayaq eşitdin ki, Fərhad dedi ki, babamın nəsə vacib işi var. Evdən çıxmayaq. Ona görə evdən çıxmamalıyıq. Babamın işi var da. Baban ki bizlə gəzməyə getmir. Biz babanın sözündən çıxa bilmərik, ağıllı oğlum. Get, sən də qardaşınla otur, dərslərini təkrarla. Yaxşı ana. Alo, Tahir hardasan sən? İşdəyəm, harda olacam bu vaxtda? Sənə konum atıram, tez gəl bura. Burada işlər yaman qarışdı. Gəl görək, neyinirik biz? Nə olub, salamatçılıqdır? Tahir, sual vermə də. Konum atıram, tez gəl bura. Gəl görək, neyinirik? Yaxşı, yaxşı, gəlirəm. Ay qız, hardasan? Yenə hansı cəhənnəmdəsən? Natiq, qızımız Günaygilə qaçıb. Gedirəm onun yanına. Biraz orada qalacam. Narahat olma. Qızımızı götürüb gələcəm evə. İcazə verin, mən də gəlim sizinlə. Sizin tək getməyinizi istəmirəm. Yox. Biz danışmışıq ki, ikimiz görüşək. Ona görə tək getməliyim mən. O sizin düşməninizdir. Sizi bilə-bilə ölümə çağırır. İcazə verin, adamları yığın, biz də gələk sizlə. Yox. Sən villaya git. Bu mənim oğlumu qaçırıbsa, qızımı da qaçıra bilər. Bu nə desən gözləmək olar.
Ona görə sən villada ol. Mən getdim. Alo. Alo ata, gəlirsən bizi evə aparmağa? Siz hardasınız ki? Ana dedi ki, dərsdən çıxanda xala gilə gedin. Atanız gəlib götürəcək oradan.